Getdik mənzilin daxilinə. Hal-hazırda nəzərdə tutulan 3 otaqdan biri olan qonaq otağından çəkiliş aparırıq. Mənzil təmirli vəziyyətdədir. Tavanın hündürlüyü 4 metr təşkil edir. 2 pəncərə küçəyə baxır. Fiziki proyektdə olan soba var. Döşəmə laminatdır. Və qarşı tərəfdə giriş hissəsinin yanında dolab quraşdırılıb. Giriş qapısı buradandır. Seyf qapıdır. Mətbəx gördüyünüz kimi bu hissədə quraşdırılıb. Müasir dəbdə dizayn olunub. Gördüyünüz bu hissə ikinci otaq. Burada da eyni qaydada tavan hündürlüyü 4 metr təşkil edir. 2 pəncərə əsas küçəyə baxır. Sanuzel burada yerləşir. Təmirli, səliqəli vəziyyətdədir. Və gördüyünüz burada 3-cü otaq. Burada səliqəli vəziyyətdədir. Gördüyünüz bu hissədən də eyvana çıxış mümkündür. Gördüyünüz bu evi satın almaq istəyən hər bir şəxs prosesindəki mobil nömrə ilə birbaşa əlaqə saxlaya bilərlər.